dinlər özlərindən əvvəlki mədəniyyətin ensiklopediyaları. İşığın çoxluğu da insanı kör edir. İşığın yoxluğu da insanı kör edir. Kamil insan o insandır ki, onun vücudunda, onun ruhunda, mənəviyyatında əzabla həzzin miqdarı bərabər. Bu mənada əzab çəkmək bəşəri məsuliyyət daşımaq deməkdir. Əzabdan qaçmaq bəşəri fərarilikdir. Mədəni və kamil insan həzzi əzabına bərabər olan insandır. Bu isə, yəni bu bərabərlik riyazi bərabərlik deyil, irfani bərabərlikdir. Akşin, gəl yaradıcılığın təməlində yatan əzab anlayışına keçməzdən qabaq, onun ziddindən, həzz anlayışından başlayaq. Həzzin yaradıcı gücü yoxdurmu səncə? İnsan artıq filosofların dediyi kimi bio, sosio, psixo varlıq deyil. Yəni bu mürəkkəb anlayışlarla ifadə olunmur. İnsan, yəni günümüzün insanı bio, sosio, psixo tərkibindən arındırılmış sadəcə bir müştəridir. Özünə lazım olan fikirdən tutmuş, özünə lazım olmayan əşyalara qədər hər şeyi alan bir bazar sərgərdanıdır, belə deyək. Çünki çağımızın istehlakçılıq inancına görə ala bilmək xoşbəxtlikdir, ala bilməmək bədbəxtlikdir, acizlikdir, cəmiyyətdən geri qalmaqdır. Kalvinistlər deyirdilər ki, o vaxt orta əsrlərdə, 16-cı əsrdə, 15-ci əsrdə deyirdilər ki, qazana bilirsənsə, demək Allah tərəfindən seçilmiş insansan. Amma neoliberalistlər, yəni günümüzün kapitalist rejimi deyir ki, ala bilirsənsə Allah tərəfindən seçilmişsən. Yəni lazım olmasa da almalısan. Bazara duyğularınla bağlanmalısan. İnsana lazım olan sevgini əşyalara, markalara yönəltməlisən. Ona görə də bugünün insanı sahib olduğu əşyadan daha dəyərsizdir. Sənin filan markaların, filan yerdə obyektin, ticarət mərkəzin, hər hansı bir alqı-satqı ilə məşğul olacağın bir yerin yoxdursa, demək insan kimi bir dəyərsiz insansan. Bizə zövqlərini deyil, həzlərinin miqdarını göstərməlisən. Biz o vaxt təyin edəcəyik ki, sən nə dərəcədə bir insansan. Yaxşı, yuyulmuş bir beyin soruşa bilər ki, hedonizmin nəyi pisdir? İnsan dünyaya bir dəfə gəlibsə, niyə həzz almasın? Ancaq əzab mı çəkməlidir? Əvvəla insan öz həzlərinə nəzarət edərək məməlilərdən ayrılıb. Beyninin həzmi böyüyüb, yəni həzlərinə nəzarət etdikcə beyninin həzmi böyüyüb. Bizdə həzz olan heyvanat aləmində təbii ehtiyacdır. Biz təbii ehtiyaclarımızı nəzarətdə saxlayaraq həzzə çevirmişik. Çoxalma instinktinə nəzarət etmək üçün onu qadağalarla sərhədləyib, sevgiyə çevirib. Çəkdiyimiz ilk əzablar da həzlərimizə qoyduğumuz qadağalardan yaranıb. Əvvəl sevgi, həsrət, göz yaşı, sonda çoxalma aktı. Biz buna öz aləmimizdə sevgi prosesi deyirik. Bu məsələdə dəyərli olan da aktın özü deyil, akta qədər ki, çəkilən emosional zəhmətdir. Biz ona əzab deyirik. Etiraf edək ki, insanın bugünkü şəklinin rəsmi, daha doğrusu rəssamı əzabdır. Yenə həmin yuyulmuş beyin, o bayaq sən sualda dediyin o yuyulmuş beyin soruşa bilər ki, çoxalma aktına bu qədər mənalar yükləmək bizim nəyimizə lazım idi? Əgər biz həzlərimizə çevirdiyimiz təbii ehtiyaclarımıza qadağa qoymasaydıq, bugün təbii ehtiyaclarına mənalar yükləyə bilməyən uzunqulaqdan heç bir fərqimiz olmayacaqdır. Prosesin əksi də mümkündür. Bugün həzlərimizin nəzarətsiz azadlığı da zamanla uzunqulaqla aramızda yaranmış bu fərqi yox edə bilər. Zaten dünyaya insan övladı kimi gəlib, təbii ehtiyaclarına heç bir məna yükləmədən bu dünyanı uzunqulaq kimi tərk edən xeyli insan var. Həzlərə nəzarət insanda necə bir fundamental dəyişikliyə səbəb oldu? Həz qadağası insanı yaradıcı bir növə çevirdi. Qadağa əzabı ilə instinktlərimizi əhilləşdirib, onlardan duyğular, hisslər yaratdır. Əzab yoxdursa, məna da yoxdur, duyğu da yoxdur. Ehtiyac və instinkt var. İndi keçək özünü mənalandırmış insanın əhvalatına. İnsanın həm fiziki, həm mənəvi doğuşu dramatikdir, faciəvidir. Hər iki doğuş qovulma faktıdır, qovulma aktıdır. Ana bətnindən və Tanrı cənnətindən qovulma. Hər iki doğuş
göz yaşları ilə başlayır. Daha doğrusu hər iki qovulma göz yaşları ilə başlayır. Hedonizmin carçısı Epikürə inansaq, insanın həzz axtarışı da bu iki dramatik doğuşun travmasıdır. Yaradıcılığın əzablı bir proses olması da doğuş ağrısı ilə eyniləşdirilir. Doğan və doğulan ağrıdan və əzabdan qurtula bilməz. İstər insan övladı olsun, istər sənət əsəri. Əzab ağrının mənəvi mərtəbəsidir. Doğulan körpənin ağlamaması tibbi nöqteyi nəzərdən onun qüsurlu doğulduğuna işarə edir. Yaradılışın mənşəyindəki ağrı onun gələcəyinə zəmanət verir. Yəni, yaradılışın mənşəyində ağrı varsa, onun gələcəkdə yaşamaq şansı var. Ağrı buna işarə edir. İnsanın həm fiziki, həm mənəvi doğuşu öz iradəsinin seçimi deyil. Ağrının əzaba çevrilməsi də bu məcburi seçimin alternativsizliyidir. İnsan yaradaraq yaradılışın bu travmasını bir növ müalicə edir. Bu mənada Amerikalı psixoterapevt Rollo May'in sözləri ilə desək, əzab yaradıcılıq baxımından insana verilən çox mühüm bir hədiyyə. Daha doğrusu psixoterapevt bunu çox biraz radikal ifadə eləyir. Misli olmayan qiymətli bir lənətdir. Yəni, yaradıcılığın mənşəyindəki əzab. Əzabın varlığı insanın özü və həyatı haqqında negativ düşünməsinə yol açır. Yaradılışın alternativsizliyi ilə, daha doğrusu, yaradılış alternativsizliyi ilə qüsurludur. Əzab varsa, yaradılışda qüsur var. Descartes deyirdi ki, bizim beynimizdə bizdən asılı olmayaraq bir mükəmməllik fikri var. Yəni, ətrafımızda nöqsanlıdır hər şey, amma bizim beynimizdə anadan gəlmə bir mükəmməllik fikri var. Düzdür, Descartes deyirdi ki, bu mükəmməllik fikri bizim beynimizə Tanrı tərəfindən qoyulmuş bir növ cipdir. Amma burada ortalığa sual çıxır ki, Tanrı niyə görə özünün yaratdığı dünyanın qeyri-kamil olduğu haqqında bizdə belə bir informasiya yerləşdirsin beynimə. Ki, mən bir dünya yaratmışam, o qeyri-kamildir, o nöqsanlıdır. Buna görə də insanın beyninə bir mükəmməllik fikri qoyur ki, get mənim qeyri-kamil yaratdığım dünyanı tamamla, kamilləşdir. Mən düşünürəm ki, bu bir az Tanrı anlayışıyla, bizim bildiyimiz, dinlərin bizə öyrətdiyi Tanrı anlayışı ilə o qədər də uyğun gəlməyən fikirdir. Əslində, mənim düşüncəmə görə bizim beynimizdəki mükəmməllik fikri, o bayaq dediyim, qovulma aktı ilə bağlıdır. Həm ana bətnindən, həm cənnətdən. Çünki biz mükəmməl olmadığımıza görə qovulmuşuq. Yəni, biz Ola bilərmi ki, məsələn, biz cənnətdən qovulmuşuq, burada cənnəti xatırlayırıq. Bu nostaljiya ola bilərmi? Bizim burada mükəmməlliyi axtarırıq. Əslində, mən elə ora gəlmək istəyirdim ki, yəni bizim beynimizdə Descartes-ın dediyi o mükəmməllik cipi əslində bizim cənnətdən qovulmağımız instinktidir, şifrəsidir. Bir nostaljiyadır. O şifrə, o qovulma şifrəsi bizdə mükəmməl olmaq, heç olmasa bundan sonra mükəmməl olmaq və belə deyək, o cənnəti yenidən qazanmaq, əldə eləmək, qeyri-mükəmməllikdən bacardıqca uzaqlaşmaq və o cənnəti yenidən qazanmaq. Ona görə də insan yaratmaqla özünün mükəmməlliyin göstərmək istəyir. Yəni, qeyri-mükəmməl bir varlıq olmaqdan, xilas olmaqdan ötürü yaradıcılıq yolu ilə özünü mükəmməlləşdirir. Yəni, insan yaradıcılıq vasitəsilə yaradılışda olan bu qüsurun düzəltmək, onu tamamlamaq missiyasını, məsuliyyətini öz üzərinə götürür. Yaradıcılıqdakı əzab duyğusu da əslində bu məsuliyyətin ağırlığıdır. Yəni, qeyri-kamil bir külli aləmin yenidən, belə deyək də, təmir olunması, yenidən bərpa olunması. Bu, yaradıcılığın bünövrəsində olan əzabın qaynağıdır. Yəni, bizim yaradıcılığımızın əslində güc aldığı ideya varlığın qeyri-kamillik ideyasıdır və bu qeyri-kamilliyin məsuliyyətin insan daşımağa başlayanda o yaradıcı bir varlığa çevirir. Bu mənada əzab çəkmək bəşəri məsuliyyət daşımaq deməkdir. Əzabdan qaçmaq bəşəri fərarilikdir. Qayıdıram yenə də əvvəl dediyim fikrə ki, insan yaradıcılığı yaradılışa qarşı, yaradılışın mahiyyətində olan qüsura qarşı bir savaşdır. Bu meydanlardan, bu savaş meydanlarından ən qədimi də sənətdir. Sənət adamı bu meydanda gerçəkliklə döyüşür. Əgər o bu savaşın əzabına dözürsə, gerçəkliyə qalib gəlir. Sənət əsəri, sənət adamının, belə deyək də, xurd xəşil elədiyi gerçəklik deməkdir.
Yəni sənət əsəri bu zaman ortalığa çıxır ki, sənət insanı, yaradıcı insan gerçəkliyi dəyişir. Gerçəkliyi öz istədiyi şəkildə göstərə bilir, dəyişə bilir. Burada çox maraqlı bir məqam baş verir. Əgər sənət adamı, yaradıcı insan gerçəkliyi istədiyi kimi dəyişə bilirsə, əzab həzzə çevrilir. Ona görə qədim Yunanlar deyirdilər ki, kamil insan o insandır ki, onun vücudunda, onun ruhunda, mənəviyyatında əzabla həzzin miqdarı bərabərdir. Bunlardan ikisindən biri çox olduqda bu fəlakətlə nəticələnir. Yəni əzabın miqdarı həzzi aşdıqda insan melanxolik bir xəstəliyə yoluxur. Həzzin miqdarı əzabı aşdıqda insan hedonist bir meşşana çevrilir. Biz bu nəticəyə çıxarırıq ki, yalnız həzzə qulluq eləmək insanı heyvaniləşdirir. Yalnız əzaba qulluq eləmək isə insanı divanələşdirir. Ona görə də necə ki bunu başqa bir yerdə də müşahidə eləmək olur. Məsələn, işığın çoxluğu da insanı kör eləyir. İşığın yoxluğu da insanı kör eləyir. Sən bütün bu dediklərini, qənaətlərini dinlərdəki bəla lütfdür prinsipi ilə müqayisə eləmək olar? Sözsüz ki, əslində dinlər özləri iddia eləsələr ki, biz göydən gəlmişik, amma dinlər özlərindən əvvəlki mədəniyyətin ensiklopediyalarıdır. Ona görə də insanlıq uzun illər, məsələn, epikürçülər tutaq ki, həzz anlayışı haqqında düşünəndə bizim indi inandığımız dinlərin heç birisi yox idi, formalaşmamışdı. Amma bu inanclar, bu dediyim, bizimki elədiyimiz söhbət, bəşəriyyət var olandan, yəni insanlıq özünü tanımağa başlayandan bu mövzular ətrafında tartışılır. Dinlər sadəcə bunu zamanın şərtlərinə uyğunlaşdırır. Yəni, əgər bu dində varsa, bu o demək deyil ki, dindən qabaq heç yerdə olmuyor. Və burada mənim bütün bu dediklərimi belə bir cümlə ilə yekunlaşdırmaq istəyirəm. Mədəni və kamil insan həzzi əzabına bərabər olan insandır. Bu isə, yəni bu bərabərlik riyazi bərabərlik deyil, irfani bərabərlikdir.